Salam uşaqlar, bugün sizə irrasional ədədləri qısa şəkildə izah etmək istəyirəm. Gəlin görək rasional ədəd nədir, irrasional ədəd nədir? Bilirəm ki, rasional ədədləri bilirsiniz. Amma mən müqayisəli şəkildə yazıram ki, müqayisəli şəkildə öyrənəndə daha yaxşı yadda qalır. Rasional ədədlər, bizim daha çox rasional ədədlərlə qarşılaşırıq. İrrasional ədədlərlə biz nadirən rastlaşırıq. Rasional ədədlər bildiyimiz demək olar rəqəmlər rasional ədədlərdir. Məsələn, bütün natural ədədlər rasional ədədlərdir. Baxın, natural ədədləri də bilirsiniz təbii ki, 1, 5, 10, 100, 1000, milyon, milyard, bunlar hamısı natural ədədlərdir və rasional ədədlər hesab olunur. Daha sonra mənfi ədədlər, mənfi 1, mənfi 5, hətta mənfi 0,1, sıfırın özü, bunlar rasional ədədlərdir. Məsələn, hətta kökaltı ifadələr belə, əgər kökaltı ifadələr o vaxt rasional hesab olunur ki, o ifadədən kök çıxırsa. Məsələn, 25-dən 5 çıxır da kök. Görürsünüz, bu rasional ədəddir deməli. Kök altında 9. Buradan neçə çıxır? 3 çıxır da. Kök altında 9 elə 3 deməkdir. Çünki 3 çıxır. Deməli, bu da rasional ədəddir. Məsələn, hətta kök altında kəsr də yaza bilər. Kök altında tutaq ki, elə 25-də 9 yazaq. Buradan da kök altında rəqəm alınır. Məsələn, 5-də 3 alınır. Bu kəsirdir, bu da rasional ədəd hesab olunur. Məsələn, 1 tam 5-də 3. 1 tam 6-da 1, 0 tam 1000-də 1 və s. Baxın, bu ədədlər rasional ədəd. Hətta uşaqlar, hətta dövrü ədədləri belə biz rasional ədəd kimi götürərik. Bir çox şagirdlər səhvən dövrü kəsirləri irrasional kimi götürür, amma bu irrasional deyil, rasionaldır. Məsələn, 0 tam 7, 7, 7, bəzən belə bir ədəd alırıq. Görürsünüz, bu baxmayaraq ki, sonsuz ədəddir, amma biz bunu rasional götürürük. Nəyə görə? Çünki eyni rəqəmlər sonsuza dək belə təkrarlanır. Biz bunu dövrdə də yaza bilərik ona görə. Daha sonra nə deyə bilərik? Məsələn, 3 tam 7-də 3. Məsələn, düzgün olmayan kəsri belə biz rasional ədəd kimi götürə bilərik. Məsələn, 5-də 16 və s. İrrasional ədəd nədir? İrrasional ədəd rasional olmayan ədədlərdir. Çünki inkar edir, inkar şəkilçisidir. İrrasional ədədlərə sonsuz ədədlər deyəndə nəyi nəzərdə tuturuq? Məsələn, rasional ədədlərdə də baxın, sonsuz ədəd var idi, amma biz bunu rasional götürdük. O halda ki, həmin sonsuz ədəd dövrü olaraq təkrarlanmır. Məsələn, 0 tam 1, 5, 9, 8, 7, 6, baxın, bu cür davam edir. Görürsünüz, biz bunu dövrdə yaza bilərik, yaza bilmərik. Çünki bu cür biz bilmirik ki, altdan sonra nə gələcək. Deməli, bu irrasional ədəddir. Konkret olaraq belə yadımızda saxlayaraq ki, məsələn, yazıram kök altında 2. Kök altında 2-dən neçə çıxır? Heç, yəni, bir ədəd bilmirik də, çıxarda bilmirik. Təxmini 1 tam 4, 1, 5, 7, 6, məsal üçün yazdım. Görürsünüz, dövrə ədəd alınmadı. Kök altında 13-dən neçə çıxır? Bilmirik. Təxmin eləyə bilərik ki, kök altında 9 ilə kök altında 16 arası bir ədəd çıxır, amma yenə də biz bunu rasional kimi hesab eləmirik. Yəni, konkret ədəd yoxdur, nə də bunu dövrdə yazmaq mümkün deyil. Pi ədədinin özü, pi ədədi irrasional hesab olur. Pi ədədinin qiyməti 3 tam %14-ə bərabərdir. Amma əslində bunu davam elətdirsək, 1, 5, 9 və s. bu cür gedir. Yenə baxın, bu dövrdə olmadı. Pi ədədini bir də bəzi mənbələrdə 7-də 22 kimi də yazılır. Bizim ədəbiyyatlarda yoxdur, amma bu cürdə. Amma bu düzdür, bu cür yazılır, baxın, kəsirdir. Amma bu onun konkret qiyməti deyil. Sonra Y ədədi irrasional ədəddir. Yəni, bu cür yadınızda saxlayın ki, uşaqlar, kök altından çıxmayan ədədlər pi ədədi, Y ədədi irrasional ədəddir. Məsələn, bu ədəd mənfi də ola bilər təbii ki. Məsələn, mənfi, indi burada mənfi yazdım, burada yazmadım. Məsələn, kök altında, mənfi kök altında 17. Görürsünüz, buradan da ədəd çıxmır. Bunlar irrasional. Necə yadımızda saxladıq? Kök altından çıxmayan ədədlər və pi və Y ədədi irrasional ədədlərdir.